Təşəkkür edirəm, hörmətli xanım Sədir, hörmətli Bahar xanım, hörmətli həmkarlar, dəvət olunan qonaqlar və mətbuat nümayəndələri. Biz məlumatla Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsinin təqdim etdiyi məlumatla yaxından tanışıq. Bugün Bahar xanım da ətraflı təqdimat elədi, həmkarlarımız da bir çox məsələlərə toxundu. Həqiqətən də məsələn, məlumat kifayət qədər ətraflı hazırlanıbdır. Xüsusilə diqqəti cəlb edən məsələlərdən biri budur ki, çox maraqlı statistika təqdim olunur. Bu statistika bizi düşünməyə, müəyyən təhlillə aparmağa imkan verir. Bu statistika həm də o baxımdan maraqlıdır ki, təkcə bugün mövcud vəziyyət araşdırılmır, problemlər açıq şəkildə ortaya qoyulur. Ayrı-ayrı müəssisələrdə, dövlət qurumlarında, özəl sektorda, gender bərabərliyi ilə bağlı hazırki durum, qarşıda duran çağırışlar məsələn çox obyektiv və şəffaf şəkildə qeyd olunur. Bəs belə bir ətraflı məlumat hazırladığına görə mən hörmətli Bahar xanım başda olmaqla komitənin bütün əməkdaşlarına təşəkkür etmək istəyirəm. Və burada fürsətdən istifadə edib bir məsələni də qeyd etmək istərdim ki, bəzən bu hesabatda yaxud da məlumatda açıqlanan problemləri bir çoxları sadəcə komitənin problemi olduğu kimi bir yanlış düşüncəyə qapılırlar. Amma bu elə məsələdir ki, bu təkcə komitənin yaxud da ayrı dövlət qurumlarının problemi deyil. Bu bütövlükdə cəmiyyətin, insanların, hər birimizin bir problemidir. Məsələn, burada qeyd olundu, mən onları sadalamaq istəmirəm. Məsələn, boşanma ilə bağlı statistika doğrudan da bizi çox ciddi narahat edir. Məişət zorluğu ilə bağlı olan məsələlər, deyək ki, ayrı-ayrı sahələrdə bugün baş vermiş pozuntular bu təkcə komitənin yenildirən məsələsi deyil və olmamalıdır. Mən, hörmətli xanım Sədir, hörmətli həmkarlar, bu deyilənləri təkrar etmək istəməzdim, ancaq bir məsələni xüsusilə diqqətinizə çatdırmaq istərdim. Bu da ondan ibarətdir ki, biz 2024-cü ilin iyul ayında qanunvericiyə yeni bir müddəa əlavə etdik, qohumlar arasında nikahı qadağan edən müddəa. Və düşündük ki, bu müddəa doğrudan da insanları belə bir, necə deyərlər, insanlar üçün, cəmiyyət üçün zərərli olan tendensiyadan çəkindirəcək və bu nikahlara son qoyulacaqdır. Ancaq biz statistikaya baxsaq görərik ki, burada vəziyyət heç də yaxşı deyil. Məsələn, indi 2024-cü il biz qoyaq kənara, orada qanun qəbul, yəni qüvvəyə minməmişdir. Orada 2058 belə bir nikah qeydə alınıbdır. Amma 2025-ci ildə bu rəqəm aşağı ensə də, amma 1412 belə bir nikahın qeydə alınması, yəni qohumlar arasında nikahın qeydə alınması hesabən çox ciddi bir məsələdir. Burada sual olunur, vətəndaşlar yaxud da bu nikaha razılıq verən valideynlər qanunvericilikdə xəbərsizdirlər, yoxsa hələ də bunda köhnə düşüncəni davam etdirmək istəyirlər. Onlar bunun fəsadlarını görünür, tam fərqindən var mı onlar? Baxmayaraq ki, biz bilirsiniz ki, kifayət qədər maarifləndirmiş apardıq, bu barədə xeyli danışıldı. Amma burada indi biz statistikaya da baxırıq. Burada hüquq mühafizə orqanları da bəzi müdaxilə etmək məcburiyyətində qalır. Daxili İşlər Nazirliyi 90-a yaxın bu cür deməli, halların erkən qarşısına alınması üçün adımlar atıbdır. Bəzilərinə inzibati məsuliyyət, bəzilərinə cinayət məsuliyyəti açıbdır. Yəni, deməyim budur ki, burada biz vətəndaş olaraq, vətəndaş cəmiyyəti olaraq, insanlar olaraq da fəal olmalıyıq. Həmin valideynlərin qonşuları var, qohumları var, yaxınları var, həmin rayonlarda olan blogerlər var, sosial şəbəkə iştirakçıları, fəallar var, onlar buna münasibət bildirməlidirlər. Burada ictimai qınaq öz sözünü deməlidir. Bugün sosial şəbəkələrdə nədən desən danışırlar. Belə bir mövzu. Bu mövzunu təklif edirəm ki, daha geniş şəkildə işıqlandırsınlar. Mən hörmətli Bahar xanımdan da bu məsələni soruşmaq istərdim ki, qanun 2025-ci il iyunda qüvvəyə minibdir. İndi biz 2025-ci ilin statistikasını müzakirə edirik. Yəni, indiyə qədər təxminən bir il keçibdir. Bu bir il müddətində vəziyyət nə yerdədir. Və burada təhsillə bağlı burada qeyd edilir. Təhsilə də mən diqqət cəlb etmək istərdim. Burada da statistikada onu göstərir ki, məsələn, 2025-ci ildə təhsil alan, orta məktəb təhsil alan qızlar və oğlanlar arasında olan dizbalans var. Yəni 105.817 nəfər qız daha az təhsil alır, yəni daha az sayda biz görürük. Və burada da materialda, məlumatda çox maraqlı bir statistika verilir ki, əsasən 9-cu sinifdə, 10-cu sinifə keçən qız uşaqları təhsildən uzaqlaşdırılır. Bu da ciddi məsələdir. Valideynlər deyə belə bir addım atırlar. İndi burada müxtəlif əsaslar gətirilə bilər, bəhanələr gətirilə bilər. Mən hesab edirəm ki, bu məsələ də ciddi şəkildə nəzərə almalıdır. Bütövlükdə əlbəttə məlumatı nəzərə alınmasını təklif edirəm və bir daha komitənin gələcək işlərinə uğurlar arzulayıram. Sağ olun.